Abakar meydanda qaçmaqdan faydalı olmağın mümkünlüyünü göstərdi. Yəni mövqe seçimi, meydanı görmə bacarığı öz işini gördü. Məncə hələ o tam hazır deyil, xüsusən də fiziki cəhətdən hələ tam hazır deyil. Mən həmişə deyirəm və yenə də fikrimdə qalıram ki, 10-15 keyfiyyətsiz, mən deyərdim ki, tör töküntünü gətirib bu klubları doldurmaqdansa 2-3 belə səviyyəli legioneri gətirmək daha faydalı olardı. Buna nümunə Galatasaray 80-ci illər. Tafarel, Popescu, Hacı, 90'lar. Türkiyə futbolu necə qaldırdılar Galatasarayın sistemasında. Amma indi baxın bizim klublara, Karvan, Qəbələ, İmişli. O legionerlər, lap elə o aralarında var. Yuxarılarda 1-2 yaxşı. Mən həm bir neçə dəfə demişim bu barədə. Bu il, bu mövsümdə gələn yeni transferlərdən 4-ün 5-i layiqli futbolçulardır. Qalan heç biri yaramır bizim çempionata. Abakar meydana çıxana qədər Neftçi normal futbol nümayiş etdirmirdi. O həmişə belə qəhrəman olmayacaq. Ona görə də Neftçi bu oyunda ümidverici oyun göstərmirdi. Bu mənim şəxsi fikrimdir. Qəbələ yenə deyirəm, əgər bir oyunda Neftçinin qapısı ağzında 5-6-100% gol imkanı yaradırsa, sabah bunu Qarabağ, Sabah, Zirə bağışlamayacaqlar bunu Neftçiyə. Neftçi komanda olaraq inkişaf eləməlidir.